Molekulların bir-birini cəzb etməsini göstərən hadisədir. Mis çubuğun çətin dartılması, çətin sıxılması, qazların asanlıqla sıxılması, qazların asanlıqla genişlənməsi, iyin yayılması. Burada A variantı olar, çətin dartılmaq. Çünki cəzb edirlər ki, çətin dartılır. Belə düşünmək olar. Enində dalğanın ikinci və 5-ci təpələr arasında məsafə 6 metr olarsa, dalğanın uzunluğunu təyin edin. Deməli, S bərabərdir, lambda vurulsun 5/2, o da bərabər 6. Lambda vurulsun 3 bərabər 6, dalğa uzunluğu da deməli 2 metr imiş. Düz xətlə hərəkət edən cismin 8 saniyə ərzində sürətinin proyeksiyasının zamanlamasına verilib, getdiyi yol fiqurun sahəsidir. Deməli, burada bir dənə 4 bucaqlı var. 20 vur 4, 80 metr. Bir dənə də burada trapesiyamız var. Deməli, bura 30'dur, bura 20. 30 üstəgəl 20 böl 2 vur. Hündürlükdəki 4. İxtisar getsəm 100 eləyər. 100'ün üzərində də 80'a gəlsə 180. 150 metr hündürlükdən 20 metr bölü saniyə başlanğıc sürətlə V0 20'dir. Şaquli yuxarı atılmış cismin uçuş müddəti ərzində getdiyi yolu soruşur. Aha, deməli belə bir trayektoriya izləyəcək. 20 metr bölü saniyə başlanğıc sürətlə atılıbsa, qalxma müddəti 20 bölünsün 10, 2 saniyədir. Qalxanda bilirsiniz də bu 5-15 gedir də. Əslində gt kvadratı böl 2 ilə də bunu tapa bilərsiniz. V0'ın kvadratı böl 2j ilə də tapa bilərsiniz. Sonra bax, burada qayıdıb təzdən 5-15'e düşəcək də. Sonra da bu 150'ni düşəcək, düzdürmü? Onda belə çıxır ki, 15-5 qalxanda, sonra 5-15 düşəndə, bir dənə də 150 düşməlidir də. Bu bunun yoludur. Bu eləyir 20, bu da eləyir 20, 40, 150'nin üstünə də 40 gələndə olacaq 190 metr. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəcinin 1/4 t müddətində kinetik enerjisinin dəyişməsi 0'a bərabərdir. Sürətin qiyməti dəyişmir, istiqaməti dəyişir. Aha. Kütləni soruşur. Deməli, h bərabər 2r hündürlükdə neçə dəfə azalır? H plus r'in kvadratı, yəni ki 2r'in üzərinə bir dənə də r gəl, kvadrata yüksəlt. 9r kvadratı, deməli 9 dəfə azalıb 30 olub. F 9 dəfə azalıb 30 olub. Onda özü neçə imiş? 270 imiş. Deməli, mj bərabər 270'dirsə, m də bərabər olacaq 27'yə. Y variantı. Yəni, buradakı qiyməti 270 imiş. Temperaturu 200 Kelvin olan nü bərabər 2 mol. Bir atomlu ideal qazın həcmini izobar olaraq, deməli P konstantdır, 4 dəfə artırmaq üçün nə qədər istilik miqdarı vermək lazımdır? Həcmini 4 dəfə artırmaq. Həcmin 4 dəfə artması izobar prosesdə PV bərabər nü RT-yə əsasən temperaturun da 4 dəfə artması deməkdir. Belə. Onda mən Q-nü hesablaya bilərəm. İzobar prosesdə 2'də 5 nü R delta T. 2'də 5 nü-nün qiyməti 2'dir, R 8'dir, delta T-də 800 minus 200. 2'lər gedəcək, 5'i 8'ə 40, 624 kilojoule. İstilik mühərrikində işçi cisim qızdırıcıdan 12 kilojoule enerji alır. Soyuducuya 916 kilojoule enerji verir. Qızdırıcının temperaturu 60 Kelvin olarsa, soyuducunun temperaturunu siz tapın. Q1 minus Q2 bölünsün Q1, T1 minus T2 bölünsün T1'ə bərabər olur. 12 minus 916 bölünsün 12.
60 minus T2 bölünsün 60. 2/4 bölü 12. 60 minus T2 bölü 60. 60 minus T2 beraber olacak. 2/4 vur 60 bölü 12. 12 eləyir. T2 de beraber olacak 48'e. İpə bağlanmış 300 qram kütləli cisim maye daxilində tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi 8 newtondur. Bir dənə bunun ağırlığını tapaq. 300 qram, 1000-də 300, yəni 0,4 kilogram, J'də 10. Bu elədi 3 newton. 3 newton aşağı. İpdə yaranan gərilmə qüvvəsi də 8 newton aşağı. Arximeddə qaldırıcı qüvvədir yuxarı. Vəssalam, tarazlıqdadır deyir də. Arximed, onda bu ikisinin cəmidir. 3 üstə gəl 8. 11 newton. Newton vur metr, amper vur saniyə. Newton vur metr. Newton qüvvəni açsaq bir şey ondan çıxacağını düşünmürəm. Newton vur metr enerjidir. Bölünsün amper vur saniyə. 1 joule bölünsün amper vur saniyə. Bunu düstura keçirək. Q bölünsün IT. Bax, bu da bizə U-nu verəcək. Gərginliyi vahididir bu. Yəni IUT Q-nün düsturudur da. Niyə gərginlik yoxdur ki? Onda başqa. Amma yox, gərginlikdir ya da ki, bəlkə də EHQ-dır. EHQ-ın da vahidi volt axı. Mən volt aldım da, mən volt aldım. Yəni vahidi. Hə, delta fi bölünsün delta T var orada. Maqnit selinin dəyişmə sürəti EHQ-dır da. Onda vahidi voltdur da. D variantı. Newtonu atsaq o bizə nəsə verməyəcəkdi. Yenə də qarışıq bir vahid alacaqdıq. Onu gərək əzbər biləsiz. Kapilyar boruda qalxan mayenin həcminin borunun diametrindən asılılıq qrafiki. Deməli, mg bərabərdir sigma L. Rho VJ bərabərdir sigma vurulsun pi D. Belə. Bu da ki, düz mütənasib asılılıq alınır. Baxın. Bir cins elektrik sahəsində A nöqtəsinin potensialını tap. Deməli, intensivlik eynidir. U böl D bir cins sahədir də. Fi1 çıxılsın, Fi2 bölünsün D. Bundan istifadə edək. 18 çıxılsın, Fi A bölünsün. Bu ikisinin arasındakı məsafə 3R'dir. Bərabərdir. 18 çıxılsın, 2 bölünsün bunların arasındakı məsafə, o da 4R'dir. Bax, bunların arasındakı məsafə 3R, R 4R. R'lər geçsin. 18 çıxılsın Fi A bölü 3 bərabərdir. 16 bölünsündür. O da 4 eləyir. 18-dən Fi A-nı çıxıb 12-yə bərabər edirəm. Fi A-nı da bərabər edirəm 6-ya. C variantı. Şualanma selinin sıxlığı hansı ifadə ilə təyin olunur? A variantı bu biraz əzbərdir. I bərabərdir. Deməli, vahid səthdən vahid zamanda keçən enerji. Şualanmanın enerjisi. Deməli, burada da ki, baxın, bu bizə gücü verəcək. F-də yaza bilərəm. Belə. Bir də ki, bunu elə vursaq, belə, onda burada W bölünsün. SL-in yerinə həcm yazacağım. Delta T yuxarıda da L qaldı. L-i delta T-yə böləndə bizə sürəti verəcək. W-nu V-yə böləndə enerji sıxlığını verəcək. Bax, oradan gəlir. A nöqtəsində Q2 yükünün yaratdığı sahənin intensivliyinin modulu Y olarsa, yazaq onu. Y2 bərabərdir K, onsuz da moduldur da, Q yazıram. Bölünsün 2R'in kvadratı, yəni 4R kvadratı. Bu belə. Buna Y deyiblər. İndi Y2 sahəni soruşurlar. Onda bir dənə Y1-i də yazaq. K, Q bölünsün sadəcə R kvadratı. İndi bunlar KQ bölünsün 4R kvadratına Y deyiblərsə, KQ bölünsün R kvadratı, burada 4 var, amma burada yoxdur da. Deməli, bu 4Y-yə bərabər olacaq. 4 dəfə çoxdur. Çünki birincidə 4-ə bölüblər, amma ikincidə bölməyiblər. Məxrəcdə 4 yoxdur. Aha, belə. İndi
Müsbət yükün intensivliyi özündən çıxır. Bax, Q1-inki özündən çıxacaq, 4Y. Mənfi yükün intensivliyi özünə daxil olur. O da daxil olacaq Y. Eyni istiqamətdə olduqlarına görə biz bunları toplayıb deyəcəyik ki, 5Y'dir cavab. Rəqs amplitudu 25 cm. XM-i veriblər 25 cm. Olan maddi nöqtə bir rəqs periodu ərzində nə qədər məsafə qət edər? Bir rəqs müddətində gedilən yol 4xm-dir. 4-ü vuracaq 25-ə 100 cm eləyəcək. Bu da eləyir 1 metr. A variantı. Maqnit sahəsinin induksiya xətlərinə və şəkil müstəvisinə perpendikulyar yerləşən cəryanlı naqilə təsir edən amper qüvvəsi hansı istiqamətə yönəlir? Aha. Baxın, cəryanı veriblər X. Yəni 4 barmağımız tutulmalıdır bizdən şəkil müstəvisinə. İnduksiya da ovucumuza daxil olmalıdır. Onda baş barmağımız amper qüvvəsini göstərəcək. Sol əlimizdə 4 barmağımız bizdən şəkil müstəvisinə doğru tutulmalıdır və induksiyası ovucumuza daxil olmalıdır. Onda baş barmağımız yönəlir sağ tərəfə. Deməli, cavab olacaq D variantı. Kondensator qoşulmuş dəyişən cəryan dövrəsində gərginliyi zamanın asılıq qrafiki verilmişdir. Cəryan şiddətinin zamanın asılığını göstərin. Kondensator qoşulmuş dövrədə Q bərabər SU, I bərabər Q bölünsün T. I U-nun törəməsidir. I U-nu pi bölü 2 qədər qabaqlayır. D variantı. Nöqtəvi mənbənin gücü 3,6 megawattdır. Mənbədən 10 metr məsafədə şüalanma selinin sıxlığını hesablayın. I bərabərdir P böl S-dir. P bölünsün 4 pi R kvadratıdır. 3,6 vurulsun mega 10 üstü 6. R-dəki 10'du kvadratı 100 eləyəcək. Bu ilə bunu ixtisar aparıram. 1/2, 0/3. 10 üstü 6'dan 2 dənəsi getsə 10 üstü 4 qalacaq. 0/3 vurulsun 10 üstü 4. Yəni 3 vurulsun 10 üstü 3. B variantı. Aşağıdakı şüalanmaları dalğa uzunluqlarına görə azalan sırayla düzün. Deməli, radio dalğalar, infraqırmızı, görünən, ultrabənövşəyi, rentgen, qamma. Aşağı doğru getdikcə dalğa uzunluğu azalır, sürət azalır, tezlik artır. İndi mənə deyir ki, dalğa uzunluğu azalsın. Yəni, bir radio dalğa gəlməlidir. İnfraqırmızı, sonra görünən, ultrabənövşəyi, rentgen, qamma. Ultrabənövşəyi, rentgen. 1, 3, 4, 2. Verilmiş kütləli ideal qazın təzyiqinin molekulların konsentrasiyasının asılılığı verilib. P bərabər NKT. K Bosman sabitidir. P N-lə nə vaxt mütənasib olar? İzotermik prosesdə temperatur konstant olanda. Və burada gördüyünüz kimi konsentrasiya artıb, belə qoyublar. Konsentrasiya artır, deməli həcm azalır. İzotermik sıxılma prosesidir. Bir cins maqnit sahəsində çevrə boyunca hərəkət edən yüklü zərrəciyin sürətini 2 dəfə azaltdıqda zərrəciyin xüsusi yükü necə dəyişər? Dəyişməz. Həmin zərrəcikdən danışırıqsa, Q' bərabər Q böl M-dir. Həmin yüklü zərrəciyin sürətini dəyişəndə yükü də dəyişmir, kütləsi də dəyişmir. Ona görə xüsusi yükü dəyişməz. Sabit gərginlik mənbəyi ilə ayrılmış da Q konstantdır. W1 bərabər 150'dir. 5 olan D elektrik doldurduqda deməli epsilon 5 dəfə artır. Enerjinin düsturu lazımdır. Q kvadratı bölünsün 2S. Epsilon 0, epsilon S böl D qalxır yuxarı. W epsilondan tərs asılıdır. 5 dəfə artıbsa 5 dəfə azalacaq. İkinci qiyməti olacaq 150 böl 5, 30 olacaq. 150'dən keçdi 30'a 120 millijoule deməli azalıb. P tip keçiricilərdə elektronlar yox.
Protonlar yox. N tip keçiricilərdə elektronlar qeyri-əsas yox. Proton nədir? Burada sual yanlışdır. Proton burada ola bilməz. Orada sadəcə elektronun olmadığı yerdə biz boşluqları, vakant yerləri ya da ki onlara deşikləri deyirik. Yəni orada proton yoxdur. Hansı şərtlər ödənsə lampanın közərməsi maksimum olar? Dəyişən cəryan dövrəsində cəryan şiddətinin maksimum olması üçün XL XC-yə bərabər olsun. Tam müqavimət R kvadratı üstəgəl XL çıxılsın XC-nin kvadratıdır. Bunlar bir-birlərinə bərabər olsa müqavimət azalar, cəryan çox olar. 3. Onda gərginliklərdə UL də UC-yə bərabər olacaq. Müqaviməti 10 veriblər. Cəryan şiddəti IM sinus omega T. Maksimum qiyməti 5-dir, omega da 5-dir. 4 saniyə müddətində rezistorda neçə joule istilik miqdarı ayrılar? Aha, rezistorda ayrılan istilik miqdarı. I kvadratı RT. O da ki, I kvadratın yerinə IM bölünsün kökdə 2 RT. Burada da kvadratı yazacağım. Maksimum qiymət. IM kvadratı RT bölünsün 2-ni hesablamaq lazımdır. 5'in kvadratı 10 zaman 4 böl 2. 25 vur 20. 500. Sarğacda yaranan öz-özünə induksiya heqisinin modulunun neçə volt olduğunu hesablayın. Və heqi induksiya bərabərdir. Mənfi L delta I bölünsün delta T. 2. 8 minus 2 bölünsün 3. 6 bölü 3 2 eləyəcək. Mənfi 4 modulu da 4. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Kəmiyyətlər və onların zamandan asılı qrafiki üçün uyğunluğu müəyyən edin. Aha. Koordinatın zamandan asılı qrafiki verilmişdir. A, B, C, D, Y. Hanı koordinatın zamandan asılığı? Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Kəmiyyətlər. Yoxdur axı qrafik. Neyse, qrafik yoxdur elə bil. Qrafik olsa, koordinatın qrafiki sürət koordinatı pi bölü 2 qədər qabaqlayacaq. Təcil də sürəti pi bölü 2 qədər qabaqlayacaq. Kinetik enerjidə sürət kimi olacaq? Amma ki, mənfiyə düşməyəcək də. Müsbətdə olacaq qrafiki. Yəni ya D ya da Y kimi, amma qrafik yoxdur. Kondensatorun elektrik tutumu 2 mikrofarad olan rəqs konturunda yaranan sönməyən elektromaqnet rəqsləri kondensatorun elektrik yükünün zamandan asılığı verilmişdir. C nöqtəsinə uyğun sarğacın maqnit sahəsinin enerjisinin elektrik sahəsinin enerjisinin nisbətini tapın deyir. Deməli, tam enerji maksimum dəyərlərlə tapılır. Yəni ki, QM-in kvadratı bölünsün 2S. 60 vur 10 üstü mənfi 6, 60 vur 10 üstü mənfi 6, 2 vurulsun S'dəki 2 vur 10 üstü mənfi 6. Bunlar gedər. 900 vurulsun 10 üstü mənfi 6 bu olacaq. Elektriki hesablasaq Q kvadratı bölünsün 2S. 20 vur 10 üstü mənfi 6 bölünsün 2 S'dəki 2 vur 10 üstü mənfi 6. Bir dənəsi gedər. 100 vur 10 üstü mənfi 6. Bu da elektrik. Onda magnitə qalacaq 900-dən 100'ü çıxanda 800 vur 10 üstü mənfi 6. Mənə də deyir ki, magnitin elektrikə nisbətini tap. Yəni 800 vur 10 üstü mənfi 6'nı böl. Elektrik 100 vur 10 üstü mənfi 6. Bu da bizə 8 verir. Metal kürələri bir-birinə toxundurub əvvəlki məsafəyə qədər araladıqda Coulomb qüvvəsi necə dəyişir? F1 bərabərdir K
4 küp vur 16 küp bölünsün r kvadratı. Bunların yeni yüklərini tapmaq lazımdır. Q1 ştrix bərabər olacaq. Q1 üstəgəl Q2. R1 üstəgəl R2 vurulsun R1. Q2 ştrix bərabər olacaq. Q1 üstəgəl Q2. R1 üstəgəl R2 vurulsun R2. Deməli Q1 4. Mənfi 16'dır. Yoxsa necə? Deyəsən mənfidir. Çünki bərabərlik biraz uzun olub. 4 minus 16 3r birincidə 2r'e vurmaq lazımdır. 4 minus 16 yenə 3r ikincidə r'e vurmaq lazımdır. 16'dan 4'e çıxanda 12 12 3'e 4 bu 4 verir. Modulunu götürəndə onsuz da bizə modul lazımdır. Kulon qüvvəsində moduldur. 12'ni 3'e 4 bu da 8 verəcək. Aha. Deməli, F1 bərabər idi 16'nın 4'e 64. Q kvadratı bölünsün R kvadratı. F2 bərabər olacaq. 8'i 4'e vuran da 32. Q kvadratı bölünsün R kvadratı. Əvvəl 64 idi, sonra oldu 32. Deməli, 2 dəfə azalar. Mən bunu mənfi 16 Q götürdüm. Ancaq bilmirəm, orada 16'dır, yoxsa mənfi 16'dır. Bir cins maqnit sahəsinə daxil olan 3 zərrəciyin trayektoriyası göstərilmişdir. Sol əlimizi tuturuq. 4 barmağımızı sürət istiqamətində verəndə baş barmağımız aşağı alınır. Nöqtə şəklində tutanda bax belə olur. Bu sürət, bu da qüvvə. Nöqtə şəklində tutanda. Amma birinci zərrəcikdə sürət belədir, qüvvə belə. Çevrənin mərkəzinə doğru. Deməli, bu mənfi yüklü zərrəcikdir. İkinci dümdüz gedibsə, o neytrondur deməli. Yüksüz zərrəcikdir. Üçüncüsündə isə 4 barmaq sürət istiqamətində yönələndə baş barmaq aşağı olur. Və nöqtədir də. Nöqtə əlimizin içini ekrana tutmalıyıq. Bu qüvvə, bu da sürət. Üçüncü müsbət yüklü. Birinci mənfi yüklü, ikincidəki neytraldır, yüksüzdür.